Azərbaycanda benzinin və təbii qazın qiymətinin ucuzlaşdırılması, tətbiq olunan qaz limitinin ləğv edilməsi ilə bağlı təkliflər var. Sosial yönümlü islahatların çərçivəsində deputatlar, ekspertlər və sadə vətəndaşlar tərəfindən gündəmə gətirilən bu təkliflər sosial şəbəkələrdə çoxsaylı müzakirələrə, paylaşımlara səbəb olub. Ancaq dövlət rəsmiləri və aidiyyatı qurumlar hələ də məsələyə münasibət bildirməyiblər. Təklifin reallaşmasının mümkünlüyü ilə bağlı Nazirlər Kabineti, İqtisadiyyat Nazirliyi, Tarif Şurası kimi qurumlarla əlaqə saxladı. İqtisadiyyat Nazirliyindən bildirildi ki, hər iki məhsulun istehsalçısı və satışını təşkil edən şirkət olaraq SOCAR qiymətin dəyişməsi ilə bağlı müraciət etdiyi halda məsələyə baxılması mümkündür. Bizim yol.info məsələ ilə bağlı SOCAR-ın İctimai Əlaqələr və Tədbirlərin Təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədova suallar ünvanlayıb. Benzinin qiymətinin ucuzlaşması ilə bağlı səsləndirilən təkliflərin reallaşması mümkündürmü? Azərbaycanda əsas satılan yanacaq 92 markalı benzin və dizel yanacaqdır. Bunların qiymətini satıcı şirkətlər deyil, müvafiq dövlət qurumları tənzimləyir. SOCAR bununla bağlı heç bir qərar vermir. Yəni şirkət birtərəfli olaraq qiyməti nə artıra, nə də aşağı sala bilər. Müvafiq qurumlar İqtisadiyyat Nazirliyi və Tarif Şurasıdır. İqtisadiyyat Nazirliyindən bizə bildirdilər ki, qiymətin dəyişməsi üçün SOCAR müraciət edərsə, məsələyə baxıla bilər. SOCAR müraciət etsə, qərar verə bilərlər. Amma hər bir halda bizim müraciətimiz olmadan da onlar qərar verə bilərlər. Müraciət nəyin əsasında olur? Adətən müraciət maye dəyərinin formalaşması və maye dəyərinə nisbətən satış qiymətinin rentabeli və qeyri-rentabeli olması ilə bağlı olur. Maye dəyərinin müəyyənləşməsi isə neft çıxarma avadanlıqlarının qiymətindən, nəql xərclərindən, həmin avadanlığın hansı valyuta ilə əldə olunmasından asılıdır. Xarici valyuta ilə əldə olunursa, manatın ucuzlaşması və ya bahalaşması qiymətə təsir edə bilər. Məsələn, manat ucuzlaşırsa, avadanlığı xaricdən əldə etmək baha başa gəlir. Bu hal həmçinin təbii inflyasiya və başqa faktorlarda rentabelliyə təsir göstərə bilər. Hər bir halda şirkət öz əməliyyatlarını hesablayır və onun əsasında təkliflər verir ki, bizə bu yanacaq filan qiymətə başa gəlir və bunun satış qiymətindən bu qədər gəlir əldə edirik. Bu gəlir heç olmasa maye dəyərini qarşılayırmı ya yox? Ona uyğun olaraq da dövlət qərar verir. Hazırda olan vəziyyət benzinin ucuzlaşmasını şərtləndirə bilərmi? Dediyiniz məsələ ilə bağlı dəqiq məlumatım yoxdur. Bununla bağlı şirkətə hansısa təkliflər daxil olmayıb. Bizim əməliyyatlarımızın rentabelliyində hazırda dəyişiklik yoxdur. Bazardakı vəziyyət olduğu kimi qalır. Yəni, avadanlığı təxminən eyni qiymətə alırıq. Gəlir və xərclər dəyişməyib. Xaricdən aldığımız avadanlıq, investisiya xərcləri əvvəlki səviyyədədir. Hansısa ekspert hesab edirsə ki, burada dəyişiklik var, bu haqda bizə müraciət edə bilər. Təbii ki, dövlətə də müraciət edərək təkliflərini verə bilər. Dövlətin müvafiq orqanları da bu təkliflərə baxa bilərlər. Bu normal praktikadır. Əlbəttə ki, SOCAR-da verilən qərarlara tabe olacaq. Azərbaycanda yanacağın qiyməti başqa ölkələrə, qonşu dövlətlərə nisbətdə baha yoxsa ucuz sayılır. Burada hesablama meyarları fərqli ola bilər. Bu, hər kəsin subyektiv yanaşmasından asılıdır. Çünki yanacağın qiyməti mütləq qaydada bir ölkədə daha ucuz, bir başqasında baha ola bilər. Burada bəzən başqa faktorlar da nəzərə alınır. Həmin ölkənin əhalisinin alıcılıq qabiliyyəti, aylıq gəlirlər və s. İqtisadçıların da məsələyə fərqli yanaşmaları var. Bunların hamısı iqtisadçıların, təhlilçilərin, makroiqtisadi planlaşmanı həyata keçirən şəxslərin işidir. Bizim işimiz şirkətin özünün əməliyyatlarının rentabelliyini hesablamaqdır. Biz bazardan öncə baxmalıyıq ki, şirkətə məhsulun hasili, istehsalı neçəyə başa gəlir və gəlir daxili bazarda o xərcləri minimum örtürmü? Əlbəttə, daxili bazarda bizim qazanc əldə etmək kimi hədəfimiz yoxdur. Biz əsasən xarici bazarları hədəfləyirik ki, Azərbaycan üçün qazanc əldə edək. Daxili bazar üçün isə əsas hədəfimiz ölkənin enerji təhlükəsizliyini təmin etməkdir. Buna görə də dövləti heç vaxt müraciət etmirik ki, bizim gəlirlərimizi, mənfəətimizi artırsınlar. Çünki daxili bazardan adətən mənfəət kimi bir gözləntimiz yoxdur. Maksimum gözlənti budur. Daxili bazarda ziyan
həddindən artıq olmasın ki, şirkətin əməliyyatlarının dayanıqlığı təmin olunsun. Şirkətdə iflas olmasın. Bu da məhsulun maya dəyərindən asılıdır ki, bu yanacağın hasil olunması, emal olunması, nəql olunması, satışı və s. neçəyə başa gəlir və neçəyə satılır. Həmçinin başqa ölkələrdə müxtəlif tənzimləmə mexanizmləri, fərqli iqtisadi siyasət yanaşmaları var. Bəzilərində subsidiyalar tətbiq edilir, bəzilərində bu edilmir. Ona görə də hamısını yan-yana qoymaq mümkün deyil. Yəni, fərqli yanaşmalar mövcuddur. Ölkədə gedən sosial islahatların çərçivəsində təkliflərdən biri də təbii qaz tətbiq edilən illik limitin ləğv edilməsi və ölkə vətəndaşları üçün təbii qazın qiymətinin aşağı salınmasıdır. Belə bir addımın atılması mümkündürmü? Dövlətin qanunvericiliyinə zidd olmayan, istənilən ictimai təşəbbüslə çıxış etmək hər kəsin hüququdur. Yəni təkliflərini irəli sürə bilərlər. O təkliflərə dövlətin müvafiq orqanları baxa bilərlər. Sokarda hər bir halda dövlətin verdiyi qərarlara tabe olacaq. Salam əziz izləyicilər. Mən istəyirəm ki, bugün arılar haqqında sizə biraz məlumat verim. Mən Hüseynov Vidadi, Astara rayonunun Miki kəndində yaşayıram, gənc arıçıyam. Yəni ki, 120-yə yaxın arım var. Arılarımın 50-yə yaxın arım buradadır. Qalan hissəsi isə yəni ki, çəmən bitkilərinə onu ayrı yerdə qoymuşam. Orada bal gətirir. Burada gördüyümüz, yəni arıları şəmi çəkdiyinə, bura arılarımızın qoyduğu yer Astara rayonunun Miki kəndi dağlıq ərazidir və gördüyümüz dağ Hirkan Milli Parkının səhradıdır. Yəni arılar həm Astara meşə fonunun Astarada olan, yəni dağlıq ərazidə bitən bitkilərdən bal yığır, həm də Hirkan Milli Parkında bitən minlərlə bitkilərdən və min bir dərdin dərmanı saydığımız bitkilərdən bal yığır. İndi istəyirəm ki, yəni ki, arıları hələ bura təzə gətirmişik. Hələ burada arılar bir aya yaxın, yəni ki, məhsul gətirəcək. Güllər, çiçəklər burada hələ təzə açıb. Yəni, çəkdiyinə göstərə də bilərik. Yəni, burada əsasən bal gətirir, yəni ki, göçə ağacından əsas bal gətirir və Qafqaz xurması adlandırdığımız meşədə təbii halda bitən cır xurmalardan bal gətirir. Və meşədə bitən bütün bitkilərdən, sitrus bitkilərdən, yəni bal yığır, burada arılar, meşədə bitən, yəni qaragilə, yəni bütün bitkilərdə, təbiətdə bitən bütün bitkilərdən bal yığır. İndi istəyirəm ki, bir-iki arı yeşiyini yəni açım, orada sizə balı yəni göstərim, hələ arı təzə bal düzlü gətirib, hələ burada bir aya yaxın məhsul gətirəcək, onu mən istəyirəm ki, çəkilişdə göstərim. Biz bildiyimiz kimi, arılar bütün çiçəklərdən bal gətirir, yalnız qızıl gülün üzərinə əyləşməz, yəni ki, ondan məhsul götürməz, çünki Allah-Taala tərəfindən bizə çatdırdığına görə qızıl gül haram buyurulur. İndi mən istəyirəm ki, bir arı yeşiyini açım, burada sizə arının gətirdiyi məhsulu, yəni ki, Allah bərəkət versin. Gördüyümüz kimi arı hələ indi bal vurub, təbii balı çək göstər və qalan hissəsi isə çiçək tozudur, yəni güləmdir. Bu gördüyümüz bax, bu güləm min bir dərdin dərmanıdır. Bütün demək olar xəstəliklərin dərmanıdır bu çiçək tozu. Bu da yəni ki, təbii hələ indi gətirdiyi baldır. Digər ramkanı mən istəyirəm çıxardım və bu ramkada da hələ gördüyümüz kimi, yəni arı bura bala vurub, yəni yumurta qoyub, təzə yumurtadır. Bura isə bal, hələ baxın bu qədər bal vurub. Yəni ki, bu ramkada təqribən olar bir yarım kiloya yaxın bal, qalanı isə baladır. Yəni ki, arılar mən yeniden qeyd etmək istəyirəm. Burada hələ təzə məhsul gətirir. Hələ bunun məhsul gətirməyi, yəni ki, qabaqdadır. Hələ burada arılar ən azından bir aya yaxın güldən çiçəkdən məhsul gətirəcək. Öz nömrəmi də sizə deyim. Yəni ki, kim belə təbii məhsul, təbiətin qoynundan, bax gördüyümüz bu cənnət məkan yerdən arıların min bir əziyyətlə yığdığı balı mən sizə təklif edirəm. Kim istərsə mənim nömrəmlə əlaqə saxlaya bilər. Nömrəmi sizə xatırlayıram. 051 546 39 39. Yenidən mən deyirəm, siz özünüzə qeyd eləyin. 051 546 39.